Salam əziz dostlar, bugün biz Taskoas saytının təqdim etdiyi Siemens S300 və S400 PLC-lər haqqında və xüsusən Siemens PLC-lər haqqında kurslara başlayırıq. Bu kurslarda biz temperatur motorların və yaxud timerlərin və sayğacların qoşulması haqqında dərin təhlillər etməyəcəyik. Təbii ki, üstlərindən keçəcəyik, amma məqsədimiz sizə PLC haqqında və ümumiyyətlə PLC-lərin işləməsi haqqında dərin biliklər verməkdir. Bu biliklərə aiddir, məsəl üçün PLC-nin əməliyyat sisteminin və OB blokların bir-birinə əlaqəsi, ünvanlama mexanizminin dərindən başa salınmasıdır, sistem funksiyalarının işlənməsidir və kodda dəyişiklik və kodun debugging olunmasıdır. Başlayaq birinci slaydımızdan. 4-5 dərsi mən ancaq slayd üzərindən keçəcəm. Sizə arxitekturanı daha dərindən başa salmaq üçün, ünvanlamanı başa salmaq üçün. Ondan sonra biz bu kurs ərzində 4-ə yaxın proyekt edəcəyik və bu praktik kurs olacaq və sizə məsəl üçün STL və STL dilində yazılmış proqramın yenidən ladaya çevrilməsi və qarşınıza çıxan hər bir problemi həll olunmasını izah edəcəyik. Başlayaq birinci slaydımızdan. Birinci slaydımızda S300 və S400 kontrollerini görürsünüz. S300 kontrolleri montaj profilinin xüsusi din reykasında bərkidilir. S400 isə xüsusi konnektorlar olan xüsusi montaj şkafına, yəni dayağına bərkidilir. S300 və S400 modul tipidir. S300 modulların bir-birinə birləşdirmək üçün P tipi konnektor istifadə olunur. Burada şəkildə görürsünüz bunu. S400 isə xüsusi razyom deyirlər rus dilində. Azərbaycan dilində də konnektorlar deyə bilərik. Konnektorlara oturtdurulur. Yuva da deyə bilərik. Yuvaya oturtdurulur. S300-də əsasən orta və aşağı mürəkkəb sistemlər üçün istifadə olunur. S400 isə orta və daha ağır sistemlər üçün, daha mürəkkəb sistemlər üçün istifadə olunur. Məsəl üçün, mən gördüyümdə As-Sulfat zavodunda, Asflot zavodudur, səhv etmirəmsə və bəzi steam turbayında, buxar turbinlərində bu sistemlərdən görmüşəm. Hər iki sistem modul tiplidir, yəni ki S300-ə aid modullar S400-də də istifadə olunur. Birinci modulumuz SM moduludur, siqnal modulları. Bura əsasən yox, yəni analog və disket siqnalları qoşulur. İkinci modulumuz FM moduludur. Bu FM modulu ayrıca olaraq, müstəqil olaraq qərar vermə funksiyası var. Məsəl üçün, pozisionerdə istifadə edə bilərsiniz. Ondan sonra CP Communication modullar. CP modullar Profibus, iOS interface, Industrial Ethernet şəbəkələrini birləşdirmək üçün istifadə olunur. EM modullar isə YT200 Extended modullardır. Məsəl üçün, sizdə 8 modul isə siz onu 16 etmək istəyirsə, əlavə extension modullar qoşulması üçün istifadə olunur. Belə bir fərq var ki, məsəl üçün S300 stoykasında, yəni din reykasında deyim, interface modulu ilə, EM modulu ilə və CPU-nun xüsusi yeri var. Yəni, bu yerlərin olması mütləqdir və dəyişdirə bilməlisiniz. Amma S400 dayağında isə ancaq power supply xüsusi yeri var, ya birinci, yaxud da ikinci yerdə ola bilər. Qalan modulları random olaraq seçə bilərsiniz. Bəli, keçək növbəti slaydımıza. Növbəti slaydda MPI və DP interfeyslərdir. MPI interfeysini adətən biz proqramı yükləmək və proqramı upload eləmək, yenidən kompüterə yükləmək üçün istifadə edirik. DP interfeysi isə istehsalatda olan real siqnalları ötürmək üçündür. Həm də ki, Profibus DP və PI istifadə olunur. Fərqləri ondadır ki, Profibus DP sürətli disket avtomatikası üçün istifadə olunur. Input-output modullərin qoşulması üçün, ET200 modullərin qoşulması üçün. PI isə explore zonalar deyirlər, partlayıcı zonalarında istifadə olunma bilər. Məsələn, təzyiq, səviyyə sensorlarını qoşmaq üçün
Sürətdə fərqləri də var. DP 12 megabitli saniyədə, IP isə 31-25 arası səhv etmirəmsə sürət verir, kilobit sürət verir. Bəli dostlar, keçək növbəti slaydımıza. Növbəti slaydda əsas indikasiyalar işıqlardır, ya svetodiodlardır, LED-lər deyim, indikasiya LED-ləridir. SF, yəni software error, fault edir, software faultdur. CPU-da proqram xətasını bildirir. BF isə Profibus DP şəbəkəsində olan problemdir. Əgər daimi yanırsa, deməli kabeldə qısa qapanma var. Əgər yanıb sönürsə, Profibus DP şəbəkəsində hər hansı bir iştirakçı ilə əlaqə yoxdur. Onu bilin. DC 5 volt bildirir ki, 5 volt qida mənbəyi mövcuddur. Force o deməkdə hər hansı bir çıxışımız force rejimində işləyir. Run və stop artıq aydındır. Ya CPU run moddadır, ya da stop modunda işləyir. İşləyir deyəndə dayanıb. Bəli, yadımdan çıxmamış maintenance o deməkdir ki, hər hansı bir modul ya da CPU-nun özü maintenance-a ehtiyacı var. Bu adətən qoyulmuş timerdan asılı olur, ya da ki, daxildə əməliyyat sistemində yazılmış hər hansı bir funksiyadan asılı olur. Keçək növbəti slaydımıza. Növbəti slaydımızda CPU-nun qabaq cover'ını açanda, qabaq krışqasını deyim, açanda burada rejimlər var. Run, stop, MRS rejimidir. MRS rejimini biz istifadə edirik. Məsəl üçün, içində olan kartı çıxardanda, burada kartın xüsusi düyməsi var. Səhv etməmsə, növbəti slaydda bunu göstərmişəm. Bəli, bu knopkanı basanda kartı çıxardırıq və görəcəksiniz ki, stop siqnalı dayanıqlı olaraq yanır. Ondan sonra siz MRS-i basanda artıq stop siqnalı başlayır yanmağa və CPU işə salınır. Ancaq CPU, ingiliscə buna idle state deyirlər. Azərbaycan dilində yəni ki, boş start deyərik ona. Rus dilində də xalastoy kod deyirlər. Yəni heç bir proqram yerinə yetirilmir. Növbəti slaydda bəli, CPU S400-ün fərqlərində bəzi indikasiya LED-ləri əlavə olunub, yəni external faultdur, internal faultdur. Internal fault yenə daxili proqram problemidir. External fault isə hər hansı bir modulda olan problemi bildirir. Qida mənbəyi blokudur bu. Qida mənbəyi blokunda 2 batareya istifadə olunur. Batareyanın dəyişməyin metodlarında, ya addımlarını sizə izah edəcəm növbəti dərslərdə. Və axırıncı slaydımız S400 rezervirovaniya deyirlər. Buna Rus dilində, Azərbaycan dilində isə isti rezervlənmə gedəcək. Çox güman belə olunur tərcümə. Hot standby deyirlər ingilis dilində buna. Hər iki sistem online'da, amma biri main'dir, biri isə standby'da gözləyir. Amma hər ikisində də əməliyyatlar gedir. Yəni birinci CPU dayanan kimi artıq ikinci CPU idarə etməni öz üzərinə götürür. Dostlar, hələ ki birinci dərsimiz bu qədər. İkinci dərslərdə biz artıq modulların adreslərinə keçəcəyik və üçüncü, dördüncü dərslərimizdə siz artıq dərin ünvanlanmağın dərin məsələlərini biləcəksiniz. Yəni hansı modulda, hansı pina necə müraciət etmək olar, tam anlayasınız. Çox sağ olun, təşəkkür edirəm. Taskos saytına proqram təminatı üçün Taskos saytına müraciət edə bilərsiniz. Həmçinin virtual maşınlarda bizim saytdan mövcuddur. Çox sağ olun, təşəkkür edirəm.